Eyni saytdan bəzən dizaynerlər üçün bugün 3 fərqli sayt təqdim edəcəm. İlk saytımız Human. Bu sayt rənglərin dizayn üzərində necə görsəndiyini göstərir. Sayta daxil olduqdan sonra sol tərəfdə kateqoriyalar var. Bu kateqoriyalarda rəng paletlərinizi əlavə etdikdən sonra rənglərin brend, veb-sayt, illüstrasiyalar, infoqrafiklər üzərində necə göründüyünü real şəkildə burada görəcəksiniz. Bunun üçün hər hansı bir kateqoriyanı seçəndən sonra üst tərəfdəki rənglərin olduğu yerə rəng paletinizdə olan rənglərin kodlarını əlavə edərək rəng paletinizi burada görürsünüz. İkinci saytımız Free Faces. Bu sayt bir font saytıdır. Fontların sayının az olmağına baxmayaraq burada fərqli fontlar tapa bilərsiniz. Sonuncu saytımız Texture Lab saytıdır. Bu saytda fərqli teksturalar, grunge teksturalar, paper teksturaları və bir çox kateqoriyalarda teksturalar tapa bilərsiniz və ən əsası pulsuz şəkildə yükləyə bilərsiniz. Siz də bildiyiniz fərqli saytları şərhlərdə paylaşın. Hər kəs yararlansın. Bu günlük bu qədər. Bir sonrakında görüşərik.